Birdən gördülər Şimrin səsi gəlir, əvvəl fəs. Eşitməməzliyə vurur özünü, xəcalətdən yer axtarır özünü. Getdi, çəkildi xeyməsinə. Deyirlər Əli Əkbəri göndərdi İmam Hüseyin. Dedi, atam deyir, get gör nə deyir. Getdi, Şimr dedi, sənə amannamə gətirmişəm. Sən azadsan, gedə bilərsən. Deyir, götürdü amannaməni, cırdı, atdı yerə, əllərin qurusun, ay Şimr. Tənə də lənət olsun bu amannaməni yazana da. Deyirsən ki, biz Fatimənin oğlunu tərk eləyib, lənət olunmuşlara qoşulaq. Dedi, ey pir-i mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdeyi qəflət gözüvi, deyilən müştəri bu sözlərə qurtar sözüvi, Üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət, amannamə yazan valiyədə. Yenə Əli Əkbər ağa gəldi ki, Hüseyin səni çağırır, atam səni çağırır. Deyib, başı aşağı xəcalətli halda daxil oldu İmam Hüseyin.